y bərabərdir x üstü 4 və y bərabərdir x funksiyalarının qrafikləri hüdudlanmış fiqurun sahəsini tapın. Burada y bərabərdir x birinci və üçüncü rübüntən böləndir. X üstü 4 isə 1 dedikdə, məsələn 0 desək 0 alır, mərkəzdən keçir. 1 dedikdə 1 alır. Məsələn bu 1, bu da 1 olarsa. Buradan 2 dedikdə isə 16 alır, yəni çox yuxarı qalxıb biləcək. Biz belə bir. Bizə lazım olan hissə budur. Üst funksiyamız, üstdəki funksiyamız y bərabərdir x-dir. İkinci funksiyamız isə x üstü 4-dür. Kəşfə nöqtələrinin biri 0-dır. Yəni x üstü 4 bərabərdir x şəklində yazıb x üstü 4 çıxılsın x bərabərdir 0. X vurulsun x-in kubu çıxılsın 1 bərabərdir 0 və buradan alırıq x 1 bərabərdir 0, x 2 isə bərabərdir 1. 0-1 nöqtələrində sərhədlərimizdir 0-dan 1-ə qədər. Bu zaman inteqrallayaq biz bu ifadəni. İntegral 0-dan 1-ə x çıxılsın x üstü 4-ün dx bərabər diferensialı. Alınır x kvadrat bölünsün 2 çıxılsın x üstü 5 bölünsün 5. Sərhədlərimiz 0-dan 1-ədir. Bərabərdir. 1 yazsaq 2-də 1 çıxılsın 5-də 1. 0 yazsaq hamısı 0 alınır. Ona görə 0 yazmıram. Orta məxrəcə gətirək 10-da bunu 5-ə vurub, bunu da 2-ə vururuq. 10-da 3 alırıq. Yəni 0,3.